Xoşbəxtliyi axtaran oğlan. Bir kişi ölməzdən əvvəl oğlunu yanına çağıraraq dedi: "Oğlum, bilirəm ki, tezliklə öləcəyəm. Mən sənin həyatının xoşbəxt olmasını istəyirəm." Oğlu soruşdu: "Ata, de görüm xoşbəxt olmaq üçün nə etməliyəm?" Ata cavab verdi: "Dünyanı gəz. Sənə xoşbəxtliyi necə tapacağını deyəcək biri mütləq tapılacaq." Ata öldü, oğlu isə xoşbəxtliyi tapmaq üçün yola düşdü. Az getdi, çox getdi və bir çaya çatdı. Və gördü ki, bir arıq, ac və qoca at sahil boyu gəzir. "Hara gedirsən cavan oğlan?" deyə at oğlandan soruşdu. "Xoşbəxtliyi axtarmağa gedirəm. Bəlkə hardan tapa biləcəyimi sən bilirsən." "Qulaq as oğlan sənə deyəcəyimə," deyə at cavab verdi. "Gənc olanda amma mənə yaxşı baxırdı. Su verirdi, yedizdirirdi. Başımı bir dəfə axıra tərəf çevirmədim. Yeməyim ağzıma gətirilməsini gözlədim. İş nədir bilmirdim. Başqalarının qayğısına qalmırdım və düşünürdüm ki, dünyada məndən xoşbəxt heç kim yoxdur. İndi isə qocalmışam və başqaları artıq mənimlə maraqlanmır. Ona görə də sənə deyirəm, ey cavan, gəncliyinin qədrini bil. Mənim kimi deyil. Gözləmə ki, hər şeyi sənin yerinə kimsə edəcək. Bütün işləri özün et. Başqasının sevincinə sevin. Öz qayğılarından qorxma. O zaman sən bütün həyatın boyu sevgi və dostluqla əhatələnəcəksən. O zaman xoşbəxtlik daima səninlə olacaq." Oğlan deyilənləri dinlədi və təşəkkür etdi və yoluna davam etdi. Uzun müddət yol getdi və yolda bir ilan gördü. "Hara gedirsən cavan oğlan?" deyə ilan soruşdu. "Mən dünyanı gəzirəm. Bilmək istəyirəm ki, xoşbəxtliyi harda tapa bilərəm." "Sənə dediklərimə qulaq as," dedi ilan. "Ömrüm boyu öldürücü zəhərimlə fəxr etmişəm. Düşünürdüm ki, hamı məndən qorxursa, demək ən güclüyəm. Sonra gördüm ki, elə deyilmiş. Hər kəs mənə nifrət edirmiş. Hər kəs məni öldürmək istəyirmiş. Sənin də ağzında zəhərli olan dil var. Diqqətli ol ki, sözlərin kiminsə qəlbini boş yerə zəhərləməsin. O zaman sən həyatını qorxusuz yaşayarsan. Heç kim səndən çəkinməz və o zaman əsl xoşbəxtliyi taparsan." Oğlan ilana təşəkkür edib yenə yoluna davam etdi. Az getdi, çox getdi və bir ağac gördü. Kari quşu isə ağacın üstündə oturmuşdu. Onun mavi lələkləri parlayırdı. "Oğlan, hara gedirsən?" deyə kari quşu soruşdu. "Dünyanı gəzirəm, xoşbəxtliyimi axtarıram. Bəlkə onu harada tapacağımı bilirsən?" Kari quşu cavab verdi. "Oğlan, sənə deyəcəklərimi yaxşı dinlə. Görürəm ki, çoxdan yoldasan. Üzün sənin tozla örtülüb, paltarların cırıq-cırıqdır. Artıq özünə oxşamırsan. Xoşbəxtlik belə səninlə olmaq istəməz. Mənim nəsihətimi unutma. Qoy səndə olan hər şey gözəl olsun. Ürəyin, düşüncələrin daima gözəl olsun. O zaman sən öz xoşbəxtliyinə qovuşacaqsan." Bu uzun yolculuqdan sonra gənc evə qayıtdı. Artıq o bilirdi ki, xoşbəxtliyi tapmaq üçün heç yerə getməli deyil. Xoşbəxtlik onun
özündədir. Əziz dostumuz, daha çox öyrənmək və əylənmək üçün bizim kanala abunə olun və ən yeni videolardan ilk siz xəbərdar olasınız deyə zəng düyməsinə basmağı unutmayın.